Amerikan All-Style tərzimlə yenə mən. Adi amma fərqli iş gələnlərdən biri idi. Böyük şirkətlərdə layihələr onsuz da heç vaxt bitmir. Hər gün növbəti bir yenilik başlayır. Əməkdaşımız Şövkət bəy ilə onun ideyalarını müzakirə edirdik. Bizim satış təmsilçimizdir. Tərzindən də bəlli olduğu kimi çox yaradıcı insandır. Marketinqdə dəstək məqsədi müştərilərin istəkləri haqqında təcrübələrini mənlə bölüşürdü. Mağaza çox geniş və pozitiv atmosferli olduğu üçün adət üzrə korporativ görüşləri mağazada edirəm. Səmimi desəm, mağazamız ofisimizdən daha gözəl və genişdir. Qısası, mağazanın hər bir küncü mənim üçün bir ofisdir. Yenə mən, bir ədəd yorğun marketinq menecer. Növbəti vloqun səs yazısını hazırlayıram. Əməkdaşımız deyir ki, biraz pozitiv, biraz emosional, biraz daha qəşəng oxumalıyam və s. Bəli, həmişəki kimi pul press, həyat interes. Push 30 abunə olduğum üçün bir çox sport kluba rahat girib çıxa bilirəm. Bu klubu da çox sevirəm. İşimə yaxındır, atmosferi, panoraması möhtəşəmdir. Düzdür, məşq aparatı sayı azdır, amma əsas odur ki, pozitiv və keyfiyyətli müştəriləri var. Biraz məşq etdikdən sonra gedirəm evə. Növbəti vloqda görüşənədək.